Salam əziz dostlar. Necəsiz? Heç görəsiniz mənim qonağımın evini. Tüm. Heç görəm. Şəngülüm, şüngülüm, mən gülüm. Alınmadı. Şəngülüm, şüngülüm, mən gülüm. Hey, yaxşı. Deyirəm şimdi qonağım. Tanış olun. Ürüyə xala. Salam Ömür, necəsən? Yaxşı. Mən sizə xoş gəlmişəm. Neşeli İmam Emrine hoş gelip bizi şad edelim. Necəsən? Beş almısan Ömür. Aferin, neyləmsən Yes. beş almısan? Yes. Kalk eləməmişəm, çişələməmişəm, qaşıq elə. Aferin. Sən bunu bacarsan artıq. Aferin, çak bura onda. Çak bura, çak bura. Bir daha mahnı oxuyacağam. Nə mahnı? Hmm. Nə mahnı? Sürpriz eləmsən mənə. Nə maraqlı. Demədim mi enurə dalxal? Demədim mi enurə dalxal? Nə qəşəng mahnıdır. Çox sağ ol. Çox sağ ol. Əlidir. Elnura müəllimə çox onu. Ürəyə xala, mənim verilişimə xoş gəlmişsən. Çox sağ ol həyatım. Çox sağ ol ki, dəvət elədin. Sən mənim verilişimə baxırsan. Bütün verişlərə baxmışam. Özü sevə-sevə də izləyirəm. Çünki çox maraqlı aparsan. Aferin sənə. Bilirsən kim gəlmişdi mənim verilişimə? Kim gəlmişdi? Mənim verilişimə Rəhman baba. İzləmişəm. Hətta Rəhman baba sənə nağıl da danışdı. Onu da gördüm. Görsən mən səni izləyirəm. Sən mənə başlasan. İndi danışın. Bax, biri var idi, biri yox idi. Açacağım. Başlı qısa. Bir dənə Ömür var idi. Ömür çox ağıllı, çox savadlı oğlan idi. Yox, tıxbıl xanımı. Taxtıq salmı. Bəlkə birazdan sən Şəngülüm, Şüngülüm nağılını danışaram. Şəngülüm də mahnısını oxumusan. Sən gülüm, şüngülüm, mən gülüm. Hey, mən gülüm. Hey, mən gülüm. Hey, mən gülüm. Hey, Birazdan bu tamaşanı bir yerdə danışarıq, nağılı danışarıq uşaqlar. Yaxşı? mən gülüm. Hey, gülüm. Hey. Ömür vurma ki sesin burada mikrofonların incidir. Gözünün elimi qorxuram eləmə. Amma Xarab qorxuram. oldu. Ömür getdi. Ömür getdi. Başladı. Ürəkə, sən bir hansı tamaşada oynamısan? Bax Ömür, mənim 17 yaşım olanda mən Dövlət Gənclər Teatrında işləyirdim. Hüseyn Ağa Atakişinin rəhbərliyi altında olan bir teatr idi, çox gözəl teatr idi. Və orada mən Ölülər əsərində, Cəlal Məmməd Qozədən Ölülər əsərində Nazlını oynamışam 17 yaşında. Ve bizden sonra gelenler iller uzunu sizi yada salıp diyecekler. Öyle. Bu əsəri sən böyüyəndə oxuyarsan, çox maraqlı əsərdir. Gəlin də dillərdən danışaq. Danışaq. Ürəkə, yemək pişirən xoşlayırsan. Həm yeməyi xoşduram, həm yeməyi bişirməyi xoşduram. Sənin ən sevdiyin yemək hansıdır? Kaşa. Hansı kaşa, hansı sıyıq? Qırmızıdır. Qırmızı kaşa. Bax, bunu yeməmişim, bişirməmişim, yalan deyərəm. Kəmalə nənə bişir onu. Gəlib bir gün kaşa, siz saat neçədə kaşa yeyirsiniz, gəlmişsin yanınıza. O duruluq vaxtlardan yaxın kaşa yeyir, ondan sonra da gəl. Nə gözəl qırmızı kaşa. Beynimdə qaldı. Ürəkə, sən özün başqa dəyişə bilsən. Necə belə, hirsli, şən, Nə? kədərli. Nə? Sən elə bilirsən elə, bir də hirsdən üzü görsət belə. Qorxdum. Sən çox ciddisən. Bəs indi gül. Aferin. İndi kədərlən. Hə. Yox, kədərlənməsən yaraşmır. Nənə mənə vaxt gedir. Sən oğlunla necə vaxt keçirdin? Bax, Ömür, biz səhər dururuq. Sən necə? Biz də elə. Səhər dururuq, sıyığımızı yeyirik. Sonra gedirik dərsə, bağçamıza. Sonra mənimlə bərabər işə gedirik. İşdən də bir yerdə qayıdırıq evə. Biraz yeməyimizi yeyirik, oynayırıq, yatırıq. Sən nənə ilə necə? Biz də elə. Nə oyun oynayırıq? Bax, sən hansı oyunları xoşlayırsan? Plastilin. Hə, yox, Amin plastilin oynamağı sevmir. Amma Aminlə biz topla oynayırıq, gizdan paça oynayırıq.
Sonra su ilə oynayırsan, su ilə oynamağı xoşlayırsan. Hə. Necə oynayırsan su ilə? Ələm belə eləyirəm, qollarım ıslanır. Ay Allah, nənə necə sevinər onda. Görəndə deyirəm, nə yaxşı elədin ay ömür. Sevinir nənə sən buraya su içində görəndə qışın günü. De ki, nə gündəsən, nə çöpük, nə gündəsən. Nənə elə deyir. Elədim. Elədim. Yazıklar. Eşek sıpası demedi yazıklar. Ömür. Onu neydi? O hiç benim leksikonumda yok. Benim leksikonumda it balası var. Ama köpek oğlu yoktu bende. Ay. İt balası böyüdüb dur. İt balası böyüdüb. Sən mənim apak dənəmi tanıyırsan. Bak nənəni, gözəl aktrisamı, sənətkarımızı deyirsən, Bəşir qızını. Hə, onu əlbəttə ki tanıyıram. O mənim universitetdə müəllimim olub. O mənim əlimdən tutub, musiqili teatra gətirib. Orada işə düzəlmə aktrisa kimi çalışmışam. İndiyə qədər də bir yerdə çiyin-çiyinə çalışırıq. Sən apak nənənlə. Bu idi təriflədiyin quva alması dadı yoxdur. 3 kilo almanı yiyib otarıb indi deyir dadı yoxdur. Buraya bax, mənim ağzımın dadını məndən yaxşı bilərsən. Ay! Apak nənə mənim tədbirimə gəlmiş. Doğrudan? Neyinirdin ki o tədbirdə? Oyun çıxardı. Oyun çıxardın. Balaca olanda apak nənə oxşamaq istəyirdin. Yox, ağlıma gəlmir. Amma onun kimi peşəkar olmaq istəyərəm, onun kimi istedadlı olmaq istəyərəm, onun kimi hörmətli olmaq istəyərəm. Nə istəməyim ki? Sən kuklaların var, hə? Bax, sənə bir dənə sirr açım. Mən uşaqlıqdan heç kuklalarını oynamamışam, sevməmişəm. Mən uşaq vaxtı musiqi alətlərini sevmişəm, tütək olsun, pianino olsun. Amma heç vaxtı gəlinciklərini oynamamışam. Amma böyüyəndən sonra bir müddət kukla teatrında işləyib, kuklalarını oynamışam. Bugün də sənə kukla tamaşası gətirmişəm, sürpriz. Amma uşaqlar hələ bilmir. Bir yerdə eləyərik o sürpriz uşaqlara. Eləməyəli. Eləməyək sürpriz. Yox, mən tək oxuduralım, sən göstərsən Sənə mənə. ayrıca göstəreyim. Övliya xanım, sən kuklaların ağrıyır. Bax, mən kuklalarım ağlayır da, gülür də, danışır da, hətta mahnı oxuyur. Hələ bir oynayır da. Bəs yalan danışırlar. Yox. Bir dəfə yalan danışmışdı, onu da nənəsi cəzalandırdı nağılda. Uşaqlar, dostlarım, adam heç vaxt yalan danışmaz. Dostlarına da, bacılarına da, atalarına da, analarına da, babalarına da. Heç vaxt yalan danışmaq olmaz. Sənə qurban olum mən. Heç vaxt yalan danışmamısan, bu yaşa çatmısan. Amma bir də balaca olanda danışırdım. Nə demək? Nənəm məni icazalındı. Cəzalandırdı, dedi yalan danışmaq olmaz. Bax, gözə sənə gözəl nənəm var. Nənə gedib bir dəfə yeməyi dağıtmışdım. Ondan sonra nənə mənə əsəbləşmişdi. Yeməyi dağıtmaq olmaz, axı bərəkətdir. Mədən deyil o. Yox, mədəni deyil. Adam yeməyi dağıtmaz. Mən dağıdırdım. Ya indi daha dağıtmazsan da yekə oğlansan da indi bundan sonra dağıtmazsın. Necə dağıtmışdım, düşbərən kimi hamı boşaltmışdım Bakın vanilin içinə. içine bir kazan düşmene boşalttık sürekli. Yəni stolda yeyən yerdə dağıtmaydı, bilə-bilə qazanı götürüb boşaltdım vanilin içinə. Sən çox yaxşı oğlansan. Çok, hemen gelin hamımız az kaldı. Hə, sən nəcəb yeməyiblər indiyə qədər məndən qalmışam. Sən qorxmadın ki, düşbərəni rakvaniyə boşaldanda bir qazan düşbərəni, cəmaət acına gəlib səni yeyərdi. Həm şirinsən, həm dadlısan. Bax, mən indi özümü güclə saxlamışam, buradakı səni yeməyim. Ömür, mən sən yesən Deyil nə olar? yemək var. Orada yemək var. Yox, mən onu xoşlamıram. Mən səni yemək istəyirəm. Neyniyək? Ye. Yeyim. İcazə versən. Ayağım tatlıdır. Ay, tatlıdır. Bir onda Ben- ayağına başla. Necə şirindir, necə dadlıdır. Böyle siz xoşbəxtsiz. Əlbəttə xoşbəxtəm. Çox şükür Allaha. Çox şükür. Sən də arzu edirəm ki, həmişə xoşbəxt olasan. Bütün balalar xoşbəxt olsun. Əsas da sağlam olsunlar. Amin. Amin de. Amin. Amin. Aferin. Teşekkür ederim. Evet. Bütün analar xoşbəxt olmalı. Onlar xoşbəxtdir, biz. Əlbəttə ki, ömür. Bax, balalar sağlam olanda, balalar ağıllı olanda, analar həmişə xoşbəxtdir.
Mən sizə qonaq edəcəm. Mütləq gəl. Sən üçün o gün nə bişirim? Gəlin xəbər elə. Kaşam. Qarşı, ay nə yaxşı qonaqsan. Sən bizə həmişə gəl. Tez-tez gəl. Amma nənədən sən mənə tərifi götürərsən, o kaşa, qırmızı kaşa nə isə o qırmızı kaşa necə bişirir? Onu göndərərsən mənə WhatsApp-dan, mən ondan bişirib sənə. Yaxşı. Düzü nənə kimi dadlı bişirməsəm də, amma yəqin çalışaram ki, yaxşı olsun. O kırmızı kaşa, maşa kaşa. Aşırı maşonu yığıb Rozu qablara. kaşa. İndi ona nə qatırsınız? Hə. Ümraqada işi kəsişdi. Çox çətin işdir. Bütün işlər çətindir əslində. Əziyyətlə bəhrəsini görürsən. Amma məndə çox çətin nəyə görə? Çünki biz həm fiziki yoruluruq, həm beynimiz yorulur, həm ruhən, mənən yoruluruq. Çünki emosiyalarımızı bir üzə veririk. Ona görə biraz çətindir. Bax biz məsələn tamaşada həm rəqs eləyirik, həm oxuyuruq, mahnılar oxuyuruq, həm obrazı oynayırıq. Ona görə biraz həm fiziki yoruluruq. Çünki hərəkət edirik, həm emosiyalarımızı göstərib emosional olaraq yoruluruq, həm də səsimiz yorulur. Nənəmi də mən pislik qoyuyorlar. Əcə verirsən, yorursa sən bu dəqiqə nənəni ki, yormaq vaxtındır. O yaşdasan. Neyinirsən? Belləmir. Sən xoşuma gəlir. Hə, bir yaxda mənim belimdə gəlmişdi. Xoşuma gəlir. Adam haçağı böyür. Sən bir də sir açım. Böyümək yaşla deyil, başlandır. Adam var ki, yaşı çoxdur, 60, 70 yaşı var, amma ağıl hələ də böyüməyib. Amma adam var ki, bax sən kim? Sən neçə yaşın var? Ömür, sənin neçə yaşın var? 4. Bax sən necə ağıllı balasan. Artıq səninlə, bax, əməli başda böyük insan kimi oturmuşam burada. Sən veriş aparırsan, mənə suallar verirsən, ağıllı suallar, özünü ağıllı aparırsan, maşallah. Belə maraqla mənə qulaq asırsan. Artıq bax görsən, ağıl yaşda deyil, ağıl başdadır. İnsan ağılla böyür. Mənim başım hacaq böyüyəcək. Qoy baxım. Az qalıb. Böyüyəcək. Mənim başım qarpızdır. Nə bilim elədim də. Uşaqlar, dostlar, böyüməyə tələsməyin. Çoxmu oxuyun, içbas edin. Yox. İnci şah edin. Ata-analarla çoxlu vaxt keçirin. Bu oyunlarınızı çox sevsinlər. Onda lap böyüyəcək. Amma ağıllı olaq. Mən hələ tam ağıllı deyiləm. Hər vaxta var. Hansı kinonu oxuşursan? Bax, bizim köhnə filmlərimizi çox sevirəm. Amma deyim ki, xüsusi ayrıca bir janrım var ki, sevirəm deyim. Fantastikalı sevirəm. Bir də döyüş filmləri sevirəm. Amma belə romantik, komediya, psixoloji filmləri çox sevirəm. Aləpli kinonlarını oxuşursan? Onu sən də bilirsən. Xoş deyirəm, elə xoş deyirəm. Uşaqlar hələ də tez daya bilmir. Məncə də tezdir. Və sən ən sevdiyin cizgi filmi hansıdır Ömür? Maşa. Maşa. Bir də, ya, mən sevdiyim multfilm. Hansı? Maşa. Maşa. Yox, Masya. Maşa. Masya da vardı. Maşa da var. Masya. Maşa. Maşa neyinə xoşun gəlir ki? Tacından. Tacından, saçından. Tacından. Tacından o cəviş mən bizə Makedon deyirik. Nədir gözləri xoşuma gəlir? Sən də söz danışdın da. Tacından xoş. Bu model çizgi filmdə sən qızın tacından xoşun gəlir. Hə, yaxşıdır, şükür. Şəngülümlə şüngülüm anası qoyub getdi. Ana da uşağını qoyub gedər. Çox ağırsın. Şəngülümlə şüngülümün məngülün anası onlar üçün yemək gətirmək üçün aparır. Qoyur, gedir meşədən ot gətirir, su gətirir, süd gətirir, yenə balalarının yanına qayıdır. Dad o anaların yerinə ki, əlindən ki, hansı ki, balalarını özü qoyub gedir. Bax, Allah elə analardan qorusun. Analar yemək üçün gedəndə uşaqları tək qoymasın. Tək qoymurlar ki, nənələrin yanında qoyurlar. Nənələr biz tək qoymur. Analarımız işə gedəndə, atalarımız işli olanda yanımızda olur. Biz seni çox sevirik.
Sənin oğlunla mən dost olacağam. Sənə bir dənə sir açım. Əslində mən çox istəyirəm ki, Amin səninlə dostluq eləsin. Çünki sən çox yaxşı oğlansan. Mən də istəyirəm ki, mənim oğlum yaxşı oğlanlarla dostluq eləsin ki, özü də böyüyəndə yaxşı oğlan olsun. Sən ona nə öyrədə bilərsən Ömür? Bax, o səndən balacadır. Öyrədə bilərəm, şoxlad vurmaq olmaz, saçın yormaq olmaz, dişləmək olmaz, vurmaq olmaz, ayaqqabılarını çıxartmaq olmaz, qan çıxartmaq olmaz, yıxıtmaq olmaz, başını qanatmaq olmaz. Uşaqla qurban olum, afərin. Afərin sənə, afərin. İşləmək olmaz. Onda sən bizə tez-tez gəl, yaxşı? Ki, Amin də balacadır, səndən yaxşı şeylər öyrənsin. Ümriyə xanım, sən çox gözəl söhbət elədik. Çox sağ həyatım, sən də sualların çox maraqlı idi. Ama indi hara gedəcəyik? İndi hava gedəcəyik. Hara gedəcəyik? Şəngülümlə, şüngülümlə, məngülümlə tanış olmaq. Əla, canavardan qorxmuruq. Dur, bura, getdik. Amma nənəm qorxur. Nənə canavardan qorxmalı. Zəhlə mənəmə də qorxur canavardan. Çox sağ olun. Çox da razıyıq biz. Zəhmət Çəkib iş düzəltdiniz. İş düzəltdiniz. İş düzəltdiniz. Əzası rəmi, Çok sağ ol. çox sağ ol. Süpersiniz. İndi de görüm. İndi de görüm. Sen xoşuma gəldi. De görüm, Ülvi xalanı yenə çağıraq verilişə. Hələ qutardı. Demək olar ki, Talıb nənə. Onları sıra yapmış. Onları hiç. Onları. Dinə yenə çağırım səni. Yəni çağırdım səni. Haçan çağırsan gələcəm. Eşidirsən. Eşitdim. Mən sənə deyirəm, onu deyirəm. Sənə Mən deyirəm. eşidirəm, bəs sən? Mənə bax. Mənə bax. Amili tədbirimiz olanda çağıraq da gətirsin oğlunu, bəbişini. Bəbiş gəlsin, bir dənə də stul bura qoyaq. Sən? Qızlardan bilirəm, xoşun gəlir. Onun da qızlardan xoşu gəlir, xəbərin var. Bir yerə gedirsən. Sən hansı rəngdəki qızlar xoşlayırsan? Qırmızı rəngdə, pəmbə rəngdə. Paltarları? Hə. Başarısı bu uşaqdan Amin Amin. Saçları da. Amin sənə çox şey öyrədər bala. Hə, indi çox sağ olunuz da dedin. Atam, indi dur icazə ver, mikrofonumu da buradan çıxardım. Sən bu gündən mələtdin bizi. Çox sağ olun. Ömür verilişinə çox xoş gəlmisiniz. Verilişimin adı Danışır Ömür.